Salam əziz qızlarım. Bugün kələm dolması hazırladım. Gəlin tərkibinə baxaq. Deməli, mən kələmləri birinci pörtlədirəm. Ondan sonra ətə soğan, düyü, ədviyyatlar, tomat, göyərti, paprika, nə bilim, nanə, duz, nə ədviyyatlar istəyirsə əlavə edə bilərsiniz. O sizin seçiminizdən asılıdır. Sonra pörtlənmiş kələmləri doğrayıram. Mən uzunsov formada sevdiyimə görə uzunsov formada bükürəm. Ondan sonra isə mən onları tavaya əlavə edirəm. Sonra isə tomat pastası sos hazırlayıram və üzərinə tökürəm. Sonra üzərinə bir boşqab əlavə edirəm, pişməyə qoyuram. Pişdikdən sonra ağzını açıram. Necə olun qızlar? Göz haqqınıza həvalə edin. Siz də sizə hazırlaya bilərsiniz.